8. Birinci səcdədən sonra bədəni sakitləşdikdə Əstəğfirullahi Rəbbi və ətubu iləh deməsi. 9. Səcdəni uzatması və oturan vaxtda əllərini budlarının üzərinə qoyması. 10. İkinci səcdiyə getmək üçün bədənin sakit halında Allahu Əkbər deməsi. 11. Səcdələrdə salavat göndərməsi. 12. Ayaq üstə duranda əlləri dizlərdən sonra yerdən götürməsi. 13. Kişilərin dirsək və qarınlarını yerə birləşdirməməsi və qollarını böyürlərindən aralı saxlamaları. Qadınlar dirsək və qarınlarını yerə və bədənin üzvlərini bir-birinə birləşdirmələri. Səcdənin başqa müstəhəbləri müfəssəl kitablarda deyilmişdir. Məsələ 1101. Səcdədə Quran oxumaq məkruhdur və habelə toz-torpağı aradan qaldırmaq üçün üfürmək də məkruhdur. Əgər üfürmək təsirində ağızdan 2 hərf qəsdən çıxsa, namaz ehtiyata əsasən batildir. Bunlardan başqa məkruhlar da var ki, müfəssəl kitablarda deyilmişdir. Quranın vacib səcdəsi. Məsələ 1102. 4 surənin hər birində və Nəcm, İqra, Əlif, Lam, Mim, Tənzil və Səcdə surəsində bir səsdə ayəsi vardır ki, əgər insan oxusa yaxud qulaq assa, o ayəni tamam edəndən sonra gərək təcili səcdə etsin. Əgər yaddan çıxartsa, yadına düşdüyü vaxt səcdə etməlidir. Zahir budur ki, ixtiyarsız eşitsə, səcdə vacib deyildir. Baxmayaraq ki, ən yaxşı səcdə etməkdir. Məsələ 1103. Əgər insan səcdə ayəsinə qulaq asan vaxt, özü də oxusa, gərək 2 səcdə etsin. Məsələ 1104. Namazdan başqa, əgər səcdə halında səcdə ayəsini oxusa və ya eşitsə, gərək səcdədən baş qaldırıb 2-ci dəfə səcdə etsin. Məsələ 1105. Əgər insan yuxulu şəxsdən, dəlidən və ya Quranı müəyyən edə bilməyən uşaqdan eşitsə və ya dinləsə, səcdə vacibdir. Amma əgər qramofon və ya kasetdən eşitmiş olsa, səcdə vacib deyildir və həmçinin radioda səcdə ayəsini oxusa və insan da ona qulaq asarsa, səcdə vacibdir. Məsələ 1106. Quranın vacib səcdəsində vacib ehtiyata əsasən gərək insanın yeri qəsbi olmasın. Müstəhəb ehtiyata əsasən alnının yeri dizlərinin baş barmaqlarının yerindən 4 bağlı barmaqdan hündür və ya alçaq olmasın. Amma lazım deyildir ki, dəstəmazlı və ya qüsl etmiş və üzü qibləyə olsun və övrətini örtsün, yaxud bədən və alnının yeri pak olsun və habelə namaz qılanın paltarında olan şərtlər onun paltarında şərt deyildir. Məsələ 1107. Vacib ehtiyat odur ki, Quranın vacib səcdəsində alnı möhrə yaxud səcdəsi səhih olan şeyə qoysun və müstəhəb ehtiyata görə namaz səcdəsində deyilən göstərişlə bədənin başqa üzvlərini yerə qoysun. Məsələ 1108. Hərgah Quranın vacib səcdəsində alnını səcdə məqsədi ilə yerə qoysa, zikr deməsə də kifayətdir. Zikri demək müstəhəbdir və daha yaxşıdır ki, belə desin. La ilahe illallahu haqqan haqqa, la ilahe illallahu imanan və təsdiqa, la ilahe illallahu ubudiyyətən və riqqa, səcədtu ləkə ya Rabbi təabbudən və riqqa, la mustankifən və la mustakbirə, bəl ənə abdun dalilun zəifun xaifun müstəcir. Təşəhhüd. Məsələ 1109. Bütün vacib və müstəhəb namazların 2-ci rükətində, şam namazının 3-cü rükətində, zöhr, əsr və xiftən namazlarının 4-cü rükətində gərək insan 2-ci səcdədən sonra oturub bədəni sakit olan vaxt təşəhhüd desin, yəni Əşhədü ən la ilahə illallah vəxdəhu la şərikə ləh və əşhədü ənnə Muhammədən abduhu və rasuluh. Allahümmə salli alə Muhammedin və əli Muhammed desin. Məsələ 1110. Təşəhhüd kəlmələri gərək ərəbcə düzgün deyilsin və adi şəkildə olduğu kimi ardıcıl deyilməlidir. Məsələ 1111. Əgər təşəhhüdü unutsa,
və ayaq üstə dursa, rükudan əvvəl yadına düşsə ki, təşəhhüdü deməmişdir, gərək otursun və təşəhhüdü desin və ikinci dəfə ayağa qalxsın və o rükətdə oxuyacağını oxusun və namazı tamam etsin. Ehtiyat müstəhəbbə əsasən namazdan sonra yersiz ayaq üstə durduğuna görə 2 səhv səcdəsi yerinə yetirsin. Əgər rükuda və rükudan sonra yadına düşsə, gərək namazı qurtarsın və namazın salamından sonra ehtiyat müstəhəbbə əsasən təşəhhüdü qəza etsin. Bundan sonra gərək yaddan çıxmış təşəhhüd üçün 2 səhv səcdəsi yerinə yetirsin. Məsələ 1112. Müstəhəbdir ki, təşəhhüd halında sol budu üzərində otursun və sağ ayağın üzünü sol ayağın altına qoysun və təşəhhüddən əvvəl Bismillahi və billah vəlhamdülillah və xayrul əsma'u lillah desin. Habelə müstəhəbdir ki, əlləri dizlərə qoysun, barmaqları bir-birinə birləşdirsin və öz ətəyinə baxsın və təşəhhüdün salavatından sonra desin. وتقبل شفاعته وارفع درجته. Məsələ 1113. Müstəhəbdir ki, qadınlar təşəhhüd oxuyan vaxt budlarını bir-birinə birləşdirsin. Namazın salamı. Məsələ 1114. Namazın axırıncı rükətində təşəhhüddən sonra müstəhəbdir ki, oturduğu yerdə və bədən sakit olaraq desin. Esselamu aleykə eyyuhən nəbiyyü və rəhmətullahi və bərəkatuh. Ondan sonra Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. və yaxud Esselamu aleynə və alə ibadillahis salihin də deyə bilər. Amma əgər bu salamı deyərsə, ehtiyat vacib odur ki, bundan sonra Əssalamu aleykum əlavə etsin. Məsələ 1115. Əgər namazın salamını yaddan çıxartsa və namazın şəkli pozulmamış yadına düşsə, namazı batil edən işlərdən biri, məsələn, qiblədən üz çevirmək kimi qəsdən və ya səhvən bir iş görməsə, gərək salamı desin. Bu zaman namazı səhihdir. Məsələ 1116. Əgər namazın salamını unutsa və namazın şəkli pozulduqdan sonra yadına düşsə, yaxud namazı batil edən səhvən və ya qəsdən bir iş görmüşdürsə, məsələn, arxasını qibləyə çevirmişdirsə, namazı səhihdir. Tərtib. Məsələ 1117. Əgər qəsdən namazın tərtibini pozsa, məsələn, surəni həmddən qabaq oxusa, yaxud səcdələri rükudan əvvəl əmələ gətirsə, namazı batil olar. Məsələ 1118. Əgər namazın bir rüknünü unutsa və ondan sonraki rüknü yerinə yetirsə, məsələn, rüku etməmişdən 2 səcdə etsə, ehtiyata əsasən namaz batildir. Məsələ 1119. Əgər bir rüknü unutsa və ondan sonraki rüknü olmayan əməli yerinə yetirsə, məsələn, 2 səcdəni yerinə yetirmədən təşəhhüd desə, gərək yerinə yetirsin və ondan əvvəl səhv oxuduğunu ikinci dəfə oxusun. Məsələ 1120. Əgər rükn olmayan bir şeyi unutsa və ondan sonraki rüknü yerinə yetirsə, məsələn, həmdi unudub rükuya getsə, namazı səhihdir. Məsələ 1121. Əgər rükn olmayan bir şeyi unutsa, belə ki, ondan sonra gələn və rükn olmayan bir əməli yerinə yetirsə, məsələn, həmdi unudub surəni oxumağa başlayarsa, gərək yaddan çıxan şeyi əmələ gətirsin və ondan sonra səhvən qabaqca oxuduğu şeyi ikinci dəfə oxusun. Məsələ 1122. Əgər birinci səcdəni ikinci səcdə xəyalı ilə və ya ikinci səcdəni birinci səcdə xəyalı ilə əmələ gətirsə, namazı səhihdir. Onun birinci səcdəsi birinci, ikinci səcdəsi isə ikinci hesab olunar. Müvalat, ardıcıllıq. Məsələ 1123. İnsan gərək namazı müvalatla qılsın. Yəni namazın ruku, səcdələr və təşəhhüd kimi əməllərini ardıcıl yerinə yetirməlidir. Namazda oxuduğu şeyləri də adi qaydada ardıcıl oxumalıdır. Əgər onların arasında uzun fasilə versə və buna namaz qılır deməsələr, namazı batildir. Məsələ 1124.
Əgər namazda səhvən hərflərin və kəlmələrin arasında fasilə versə və fasilə namazın şəklini dəyişəcək qədər olmasa, sondakı rüknə məşğul olmamış, gərək o hərfləri və kəlmələri qayda üzrə oxusun. Səhv oxuduğu hərflərdən sonra oxuduqlarını təkrar etməlidir. Əgər sondakı rüknə məşğul olsa, namazı səhihdir. Məsələ 1125. Rüku və səcdələri uzatmaq və namazda böyük surələri oxumaq müvalatı pozmaz. Qünut. Məsələ 1126. Bütün vacib və müstəhəb namazlarda ikinci rükətin rükusundan əvvəl müstəhəbdir ki, qünut tutsun. Amma şəf namazında gərək rəcaən əmələ gətirsin. Vitr namazında bir rükətdə olduğuna baxmayaraq, rükudan qabaq qünut tutmaq müstəhəbdir. Cümə namazında hər rükətdə bir qunut vardır. Ayət namazında 5 qunut var. Fitr və Qurban bayramının namazında birinci rükətdə 5 qunut və ikinci rükətdə 4 qunut var. Məsələ 1127. Müstəhəbdir ki, qunutda əlləri üzün müqabilinə tutsun və onların içini göyə tərəf bir-birinə yaxın saxlasın və baş barmaqdan başqa o biri barmaqları bir-birinə birləşdirsin və əllərin içinə baxsın. Məsələ 1128. Qunutda hər hansı zikri desə, hətta bir Sübhanallah da desə kifayətdir. Daha yaxşısı odur ki, belə desin. La ilahe illallahu halimul kerim. La ilahe illallahul aliyyul azim. Subhanallahi rabbis semavatis seb'a ve rabbil ardines seb'a ve ma fihinne ve ma beynehunne ve rabbil arşil azim. Velhamdülillahi rabbil alemin. Məsələ 1129. Müstəhəbdir ki, insan qunutu ucadan oxusun. Amma namazı cəmaatla qılan şəxs, əgər imam cəmaat onun səsini eşidərsə, qunutu ucadan oxumaq müstəhəb deyil. Məsələ 1130. Əgər qəsdən qunut tutmasa, qəzası yoxdur. Və əgər unutsa, rükuya əyilməmişdən əvvəl yadına düşsə, durub oxuması müstəhəbdir. Əgər rükuda yadına düşsə, müstəhəbdir ki, rükudan sonra qəza etsin. Amma əgər səcdədə yadına düşərsə, namazın salamından sonra qəza etməsi müstəhəbdir. Namazın tərcüməsi. Həmd surənin tərcüməsi. Bismillahirrahmanirrahim. Bismillah, yəni başlayıram Allahın adı ilə ki, bütün kəmallara sahib olan və hər nöqsandan pakdır. Ər-Rəhman, rəhməti genişdir və sonsuzdur. Ər-Rəhim, rəhməti zati, əzəli və əbədidir. Elhamdülillahi rabbil alemin. Tərif, bütün yaranmışlara pərvəriş verən Allaha məxsusdur. Ər-Rahmanir-Rahim. Bunun mənası yuxarıda zikr olundu. Maliki yevmiddin. Bir qüdrətli zatdır ki, cəza gününün hökmranlığı onunladır. İyyâke na'budu və iyyâke nesta'in. Ancaq sənə ibadət edir və ancaq səndən kömək istəyirik. İhdina's-sıratal mustaqim. Bizi doğru yola hidayət et ki, o İslam dinidir. Sıratallezîne en'amte aleyhim. Nemət verdiyin şəxslərin yoluna ki, onlar peyğəmbərlər və peyğəmbərlərin canişinidirlər. Gayril məğdubi aleyhim vələd-dallin. Qəzəbin tutmuş və yoldan azmış adamların yoluna yox. Tövhid surəsinin tərcüməsi. Bismillahirrahmanirrahim. Onun mənası deyildi. Qul huvallahu ahad. De, ey Muhammed sallallahu aleyhi və səlləm, Allah yeganə Allahdır. Allahus-samad. Bir Allahdır ki, bütün mövcudatdan ehtiyacsızdır. Lem yelid və lem yulad. Övladı yoxdur və o, heç kəsin övladı deyildir. Və lem yekun lehu kufuven ahad. Yaranmışların heç biri onun kimi deyildir.